Bütün qara hərflərlə verilmiş fikirlər hansı nümunə ilə qüvvətlendirilə bilər? Tüm qara hərflərlə verilmiş fikir belədir ki, müəllim şagirdlərinin yalan danışdığını öyrəndikdə, belə bir şeyə necə and içə bilərsiniz? Görün bir yalandan nə qədər pislik törədi, kimi reaksiya verir. Yəni yalanın pisliklə nəticələnəcəyini öz şagirdlərinə göstərir. Biz burada ən uyğun atalar sözü kimi, aforizm kimi seçə bilərik. Ədalət ancaq həqiqətdən doğa bilər. Çünki, çünki orada qeyd olunur ki, yalanın nəticəsi pislikdir. Belə çıxır ki, biz deyə bilərik ki, həqiqətin də nəticəsi ədalətdir. Digər variantda həddindən çox ədalət həddindən böyük ədalətsizlikdir. Bu yanlış fikirdir. Əksinə, oradakı fikirlərin əksidir. Yəni həddindən çox ədalətli olan mətndə yox idi ümumiyyətlə. Orada bizə yalan göstərilir. Yaxşılıqdan, pislikdən söz açılmadığına görə bu variantda səhvdir. Kiməsə kömək etməkdən danışmır. Bu variantımız da uyğun gəlmir.